İndi keçirəm ki, 3-cü sahəyə, kənd təsərrüfatına yeniliklər. Kənd təsərrüfatına yeniliklərdən danışanda mən qayıdıram 1870-ci il islahatına. Bu 70-ci il kəndli əsasnaməsinin nəticəsində biz keçən dərsimizdə də demişdik ki, Azərbaycanda kəndlərin bir hissəsinə hüquq verildi ki, hansı hissəsinin sahibkar kəndlərinə hüquq verildi ki, öz torpaqlarını ala bilərdilər. Bax, hüquq verildi, aldılar demirəm. Hüquq verildi. İndi bu hüquqdan kimlər istifadə edirdi? Yastığının altında, Unibankda, Kapital Bankda kimlər pul yığa bilirdisə, onlar istifadə edirdi. Yoxsa gündəlik satıb öz ailəsinin boğazını dolandıran adamlar təbii ki, torpaq sahibi ola bilmədilər. İndi bizim Kapital Bankda, Unibank hamısını reklam gedir. Beynəlxalq Bankda, indi keçirəm şeyə, SOK reklamından keçdim bank reklamına. Bunlar dəstəkdə durmasa fisiyoda. Kapital Bank, Unibank, vəziyyəti yaxşı olmayan indi. ABB, beynəlxalq. Vəziyyəti yaxşı olmayan Əmrah Bank idi, Muğam Bank idi. Onlar da söküb bağlanıblar. Bank da tanımıram. Gör nə qədər kasıbdır. Üçün dedim də, əsas üçüdür. Biri dəstək olar. Pul, kim yaxşı pulu varsa, onlar puldan basıb torpağı alırdılar. Və burada artıq 2 dənə vəziyyət yaranmışdı. Birincisi o idi ki, torpağı ala bilənlər, ortabab kəndlər çevirirdilər qolçomaqlara, amma torpağı ala bilməyənlər ya az torpaqlı olurdular, ya da ümumiyyətlə torpaqsız olurdular. Əllərində olan o müvəqqəti mükəlləfiyyətli anlayışına görə bunlara verilən torpağı şumlayıb, becərib, əkin-biçinlə məşğul olandan sonra gedirdilər başqa yerdə muzlu işçi kimi işləməyə. İndi keçirik qolçomaqlardan danışmaq. Qolçomaqların ümumi kənd, belə deyim ki, içərisində tutumu az idi. Sayıca az idilər yəni. Amma yaxşı torpaqlar, əkinə yararlı torpaqların böyük bir qismi bunların əlində idi. Bəli, xüsusilə də qolçomaqların əsas gücü taxıldaydı. Qolçomaqlar öz, belə deyim ki, təsərrüfatında texnika istifadə edirdilər. Eyni zamanda öz torpaqlarını bəzən icarəyə verirdilər. Eyni zamanda muzlu işçi işlədirdilər. Və seçki hüququ var idi bu qolçomaqların. Bu qolçomaqların Azərbaycanın orta təbəqəsi idi. Azərbaycanda 19-un ikinci yarısında bir orta təbəqə anlayışı meydana gəlmişdi və ondan da bitmişdi. Burada bir Azərbaycanda orta təbəqə yaranmışdı, amma sonra Çar Rusiyası devrilir, nəsə AXC, o da gedir, SSR gəlir. SSR başlayır bu orta təbəqəni dənləməyə. Və onun nəticəsində 37-ci repressiyasının böyük bir hissəsi ilə qolçomaqlara qarşı həyata keçirilmişdi. Ondan sonra bizdə orta təbəqə yoxa çıxır. İndi Azərbaycanda hal-hazırda bir ənvarlılar var, bir də kasıblar var. Orta təbəqə yoxdur. Orta təbəqə yoxdur, ona görə də tərəflər arasında düzgün əlaqə qurulmur. Orta təbəqə həmişə nizamlama işini görür. Bu qolçomaq təsərrüfatından danışdım. Sonra dövlət kəndlərindən danışmaq lazımdır. İndi biz sahibkar kəndlərindən keçən dərslərimizdə islahatlardan söhbət elədik. Dedik ki, yetim yesir olsalar da bir təhri dolandırırlar özlərini. Amma dövlət kəndləri, kəndlərin sayıca böyük bir hissəsini əhatə eləyirdilər. Amma təəssüf ki, onlara islahat həyata keçirilməmişdi. Hələ bu da azlıq edilmiş kimi 1853-cü ildə dövlət kəndlərinin bir yerdən başqa yerə köçürülməsi qadağan olunur. Təhkim olunurlar dolayısıyla. Eyni zamanda Azərbaycanda dövlət kəndləri 1903-cü ilə qədər islahat keçirilmir, onların vəziyyəti pis, bərbad idi. İndi getirik kənd təsərrüfatının digər sahələrinə. Məsələn, danışına birinci taxılçılıqdan. Azərbaycanın əzəldən əlindən tutduğu şey olub taxıl. Amma indi biz taxılın böyük bir hissəsini çöldən alırıq. Niyə? Çünki Azərbaycan kənd təsərrüfat torpaqları düzgün istifadə olunmur. Ümumiyyətlə, bu dövrdə Azərbaycanın taxıl anbarı hesab olunurdu Yezabetpol, yəni Gəncə. Bura. Gəncə qəzası bu, quberniyası sonraki dövrdə artıq quberniyasındaydı. Və bu taxıl istehsalı birinci buradakı Rus məmurlarının işlərini həll edirdi. Artıq qalanda yerli əhali üçün satışa çıxardıla bilirdi. Sonra biz bu taxıldan, pambıqdan danışım, müstəmləkə bitkisi adlanırdı. Azərbaycana sonradan gətirilmişdi. Təzə kitabda deyir ki, pambıq istehsalı ABŞ-da vətəndaş müharibəsindən sonra daha da artır. Çünki əvvəllər pambıq istehsalı təminatını daha çox ABŞ-dan gətirirdilər. ABŞ vətəndaş müharibəsindən sonra Cənub Ştatlarının başına daş düşür. Qul əməyindən istifadə dayandırıldığı üçün pambıq plantasiyaları fiyaskoya uğrayır və ondan sonra biraz da hələ xaricdən gətirən mallar üzərinə gömrük haqqı qoyulur. Bunun nəticəsində bizdə pambıq sənayesi inkişaf eləməyə başlayır. Həm də dövlət özü, hökumət özü biraz köməklik edirdi.
Azərbaycanda ilk pambıq təmizləmə zavodu açılmışdı 1882-ci ildə harda? Naxçıvanda. Naxçıvanı xəritədə göstərib bu ərazidə yerləşir. Eyni zamanda Azərbaycanda çəltik sənayesi üzrə Lənkəran, Şəki yaxşı inkişaf eləmişdi. Bunu 20-ci əsrin əvvəlində bir də deyəcəyik. Pambıq təmizləmədən danışdıq. Dedik, ilki dedim Naxçıvanda açılsa da, daha çox sonra Yelizavetpol Bakı quberniyasında, təbii ki, Naxçıvan özü də İrəvan quberniyasında yerləşirdi. Naxçıvan quberniyası yox idi ayrıca. Bu ərazilərdə pambıq təmizləmə zavodlarına üstünlük verilmişdi. Məsələn, piyan kökü daha çox əczaçılıq, yeyintidə istifadə olunurdu. Amerikaya, Avropaya göndərilirdi. Eyni zamanda ipəkçilikdə burada bir də danışmaq olar. İpəkçilikdə Qafqaz leonu, bayaq demişdim, amma yox, bir də deyim, bəlkə deməmişəm. Qafqaz leonu adlanan bölgə bu sarı ilə işarələnmiş Şəki ərazisidir. Burada bir dənə şey var, bayaqdan onu ağlımda fırlayıram, qoy elə deyim. Əvvəl Şəkidə daha çox şey açılmışdı, bu fabriklər. Amma Şəkidən sonra Cəbrayıl qəzasında, Şuşa qəzasında, Naxçıvan qəzalarında, Ordubadda, bu kimi ərazilərdə də başlayırlar bu yüngül yeyinti sənayesini inkişaf edir, xüsusilə toxuculuq. Amma bir şey var ki, hansı ki, bayaqki dərsdə mən dedim, Bakıdan Tiflisə dəmir yolu çəkilir ha. O Tiflisin dəmir yolu çəkilməsindən sonra bəzi qəzalar var ki, bu dəmir yolundan kənarda qalmışlar. Həmin qəzalarda sənaye istehsalı düşür. Məsələn, bura aiddir Şuşası, bura aiddir Şamaxısı, bura aiddir məsələn İrəvan, Naxçıvan bölgəsi və bunlarda iqtisadiyyat düşür. Və ona görə də həmin tərəflərdə iqtisadiyyatı bərpa eləmək üçün şose yolları, yəni qəzalar arası yollar çəkməyə başlayırlar ki, alqı-satqı işləri biraz yaxşı həyata keçirilsin. Tütün. Tütündən danışanda tütünün bizdə daha çox inkişaf elədiyi bölgə bir Zaqatala idi, Şəki idi, bir də Quba qəzası idi. İlk tütün fabriki açılmışdı Şəkidə. Bax, bayaq bunu deyirdim sizə. İlk tütün fabriki Şəkidədir. Daha çox tütün fabrikləri, ən böyük tütün fabrikləri Bakıdadır. Buna diqqət edirik. Tütünə sonra yeni sortlar gətirilmişdi. Osmanlıdan, Samsun, Trabzon kimi sortlar əlavə olmuşdu bizdə tütün sənayesinə. Sonra biraz da burada proteksionizm siyasəti tətbiq olunurdu. Yəni, xaricdən gələn mallar üzərinə gömrük haqqı qoyulurdu. Daxili malların inkişafını, satışını təmin eləmək məqsədi ilə. Qoyunçuluqdan axırda danışacağım, ipəkçilikdən danışdım, tütündən danışdım, biyan kökündən danışdım. Təzə kitabda qızıl boya çıxarılıbdır. Qızıl boya Alizarinin kəşfinə qədərdir 1869-cu ilə qədər, amma çox danışmaq istəmirəm, çünki təzə kitabda yoxdur. Üzümçülük Rusiyada şərabçılığın inkişafına görə Azərbaycanda inkişaf elətdirilmiş bir sahə idi. Üzümçülüğün inkişaf elədiyi sahə Yelizavetpol quberniyası idi və bitdi. Təzə kitabda bundan ibarət var. Yelizavetpol quberniyası da budur. Daha Göyçay, Şamaxı qəzalarının adı çıxarılıbdır oradan. Yaxşı olacaq. İndi maldarlıqdan danışıram. Azərbaycanda onsuz da Azərbaycan köçəri tayfaların yurdu olduğu üçün, maldarlıq əzəldən yaxşı inkişaf eləmişdi burada. Xüsusilə də bizdə tərəkəmələr var idi. Amma 19-cu əsrin ikinci yarısında bu tərəkəmələri yerli, belə deyək ki, əhali olmağa keçid edirlər, məcburi şəkildə. Onları vəhşi və mədəniyyətdən uzaq adlandırırdılar. Və bunun nəticəsində elat tayfaları keçən dərslərdə keçmişik. Biz onlar yerli əhaliyə çevrilir, təsərrüfat düşür. Məsələn, əvvəllər belə idi ki, qış olanda bu Aran zonası, Milmuğan zonası isti olurdu. Və ona görə qış olanda gəldilər bura. O oldu qışlaq. Yay olanda Qarabağ bölgəsi sərin olurdu. Yay olanda gedirdilər Qarabağa, Qarabağ oldu yaylaq. Yəni bu təsərrüfat dağılmışdı, yaylaq qışlaq söhbəti dağılmışdı. Amma yenə qoyun, zərif qoyunlar yetişdirilirdi və o yeni sort yaranmışdı. Merinos qoyunları sortundan istifadə olunurdu. Yox, kameraya deyirəm. Bayaq bir uşaq gəlib hazırlığa. Uşağın birinci günüdür, tanışlığa gəlib. Qulaqları zat qıpqırmızı qızartı, hiss edirəm ki, uşaq həyəcanlıdır da. Mən də rahatam da, dünya aləm vecimə deyil. Burada dərsi izah edirəm, cümləni kəsib sual verirəm. Cümləni kəsib uşağın yedi-içdiyi burnundan gəldi. Qayıdır ki, deyirəm ki, indi ilk dərsindən təəssüratı nə oldu? Belə gözləmirdim mən. Deyirəm, niyə, nəyə gözlədim? Gözlədim, mən qoyun deyəsiniz. Demə, bala, birinci dərsdən saniyə qoyun deyim ki, sən özünü sübut elə, qoyun olduğunu sübut elə ki, mən sağ qoyun deyim də. Dedim, narahatam, 6-cı gün o bir uşaqların yanında sağ qoyun deyəcəm. Cəmaət burada deyəsən, qoyun sözünü eşitməyə görə gəlir. Amma xəstəliyin yayılması bu qoyunların, malların qırılmasına səbəb olur.
Hə, at cinsi vardı bizdə, adamın üzünə dirənirdilər. Yaxşı Qarabağ atları var idi. Məsələn, Kəlbəcərin atı var, Haçadil at. Hətta indi İngiltərənin yadıma gəlir bir video var idi. İngiltərəyə bir at hədiyyə eləmiş. Kim hədiyyə eləmişdi onu? Qarabağ atı hədiyyə eləmişdik. Bax, o yadımdan çıxıb kim hədiyyə eləmişdi. Amma biz İngiltərəyə Kəlbəcərin qəşəng Haçadil atları var. Çox dili iki yerə bölünmür. Sadəcə indi ona elə deyirlər də. Haçadil atları deyirlər. Bir də ən daha hündür ola bilər. hə. Amma dünya atları içərisində daha çox Türkmənistan atları məşhurdur. Onlar lap hündür olurlar. Bir də Türkmənistan atlarının əzələsi daha çox bəlli olur. Bizim atlarda əzələ çox bəlli olur. Bizim atlar çox qaçırdı falan eləmir. Bəli, düzdür. Yetişdirilmiş atları qaçırdırlar, o heç. Amma Türkmən atlarına nisbətən genetikası da var azərdə. Düzdür. Bir də vergilərdən danışıram son olaraq. Vergilərdən danışanda biz əzəldən ödədiyimiz malcəhət və bəhrə vergisinin adını çəkirik. Malcəhət məhsul vergisi, torpaqdan istifadə, bəhrədə su vergisidir, sudan istifadə. Bir də 19-cu ikinci yarısında yeni vergi meydana çıxmışdır. Bu hərbi vergidir, bəli, imkan versəz mən deyəcəm. 1887-ci ildə meydana gəlmiş hərbi vergi idi, hərbi vergi. İndi burada ruslar bizi birinci vaxtlarda orduya çağırmırdılar. Niyə? Çünki biz 30-40-cı illərdə. Niyə? İndi varlı müşahidə əskeri hava vardı. Ümumiyyətlə bizdə anlayış dəyişir çünki o vaxtı hərbiyə getmək bir yaxşı bir şey sayılır, hünər sayılırdı. Orduda qulluq eləmək, əsgəri eləmək, bunlar hünər sayılır. Sonra əsgəri elədilər həbsxana, əsgəri döndərdilər şeyə. Ona görə da cəmaət balasını əsgərlikdən qaçırtmağa çalışır ki, sən göndərən demir uşağımı getdi erməni öldürdü. Deyir ki, özümüzünkülər öldürəcək. Xəbər çıxır ki, əsgər özünü atıb öldürür. Əsgər əsgəri öldürür. Çünki orada daha çox vətənpərvəri yoxdur bizim əsgərlikdə. Məşqi verir. Bəli, vətənpərvər Türkiyə hamı bu dəqiqə deyir Türkiyə. Deyir o gün kimləsə söhbətdə yadıma düşür. Türkiyə ordusu kimi bir ordu. Hə, qardaş, bizdə Türkiyə ordusu kimi ordu yaratmaq üçün insanlara vətənpərvəri öyrətmək lazımdır. Uşaqlıqdan boyu vətənpərvər böyüməlidir ki, hamı, yoxsa biri vətənpərvər böyüyür, məsələn mübariz kimi. Böyüyür, qaçdı getdi. Qırdı, özü də şəhid oldu, qaldı orada. Dalınca kim getdi? Bir nəfər. Amma hamı vətənpərvər olsa, demirəm mən ifrat dərəcədə vətənpərvər olmaq lazımdır. Xeyr, hər şeyi məntiqlə, ağılla hərəkət etmək lazımdır. Vətənpərvər olmaq lazımsa belə, dərrakə ilə. Birinci növbədə uşaqları vətən üçün ölməyə yox, vətən üçün yaşamağa və yaratmağa təşviq eləmək lazımdır. Artıq Azərbaycanda müharibə şəraiti qurtarıb. Bitdi müharibə. İndi 3-5 günədə sülh imzalayacağıq. Sonrası nə olacaq, onu zaman göstərir. Amma məsələ odur ki, daha bizdə ya ölüm, ya qalım şüarlarını aradan qaldırmaq lazımdır. Ya qurum, ya ölüm şüarını yaratmaq lazımdır. Qurmaq lazımdır, inkişaf elətdirmək lazımdır. Ordunun xərcini azaltmaq lazımdır. Daha çox sosial sahələrə dəstək göndərmək lazımdır. Əhalinin, belə deyim ki, təhsilə təşviq eləmək lazımdır. 250 balla universitetə girmək yerinə 250 balla 10 dənə qoyun vermək lazımdır ki, sən 200 ballın əllə universitetə girmək yerinə get elə qoyun otarda. 250 balla universitetə girirsən, universitet 4 qutarsan, sonra gəlirsən ki, iş yoxdur. Mənim uşağım ali təhsildir, iş yoxdur. Haranı qutarıb? Kitabxanaçılığı. Və sənin uşağın kitabxanada işləmək istəyir? Yox, nə istəyir? Deputat olmaq istəyir. Gərək adam da deyir, o yorğanına görə ayağını uzadırsan. Qardaş, sən ixtisas seçimini yazsan ora kitabxanaçılıq. Niyə yazırsan ora? Mən istəyirəm universitet oxuyum. Sülənmək istəyirəm. Hədi, onda 4 il sonra niyə oxumaq istəmirsən? Çünki kitabxanaçılıq xoş gəlmir ona. Onda nə etmək lazımdır? Daha çox oxumaq lazımdır. Hüquq istəyirsən, gecə-gündüz oxumalısan. Nə bilim, adanın falan ixtisasını istəyirsən, gecə-gündüz oxumalısan. Yoxsa sən gedib sosiallaşmaq üçün universitetə girirsənsə, işsizliyi eləmə, göz ardı eləmə, normal bir şey kimi yanaş. Yəni, bu aqibət səni gözləyə bilər. Mən də işsizlik gözləyə bilərdim. Papamı qoydum qabağıma, otdum ki, mən nə edə bilərəm? Düşümü qurdum, onu da ancaq getdim. Buna görə gənclərimizə tövsiyə verirəm ki, ixtisas seçimini bizlə eləyin. İxtisas seçimini mənlə eləsə, sizi kitabxanaçılığa yazmaq yerinə universitetə qoymayacam girəsiniz. Siz də gedin 10 dənə qoyun alın, qoyununuzu otarın. Girib kitabxanaçı olub 4 il sonra boş-boşa gəzməkdənsə, mən sizə indidən yaxşılıq edirəm. O Hafiz Hacıyevin bir şey var, bu şəhərdə də bir veriliş hazırlayırlar. Deyir, ona mən deyir 10 dənə qoyun verərdim. Gəl sən 10 dənə qoyun verim, sən o qoyunları saxla. 4 il sonra mən də özüm işimi davam etdirim. Maliyyəmizi ortaya qoyaq görür ki, hansımız daha varlıyıq. 10 dənə qoyun olan məndən daha varlı olacaq. Çünki onun qoyunu artıracaq olacaq. 1000 dənə mən də qoyunu artıracam, amma bu qoyunlar
Üstünüzə götürməyin, sizə deyim. Ümumiyyətlə, oyunlarda, cəmiyyətdəki oyunlarda. Sən kameraya deyirəm. Hə, hərbi vergidən dedim ki, hə, bu vergidən danışırdım son olaraq. Onu da deyim, yekunlaşdırım. Əvvəl bizi orduya aparmırdılar, sonra varlıların uşağını aparırlar. Bir də 1887-ci ildə hərbi vergi təyin olunur. Və bundan da 3 dərsimizin izahı başa çatdı. Növbəti dərs izahlarımızda görüşərik. Siz izahı bəyənirsiniz. Bu teatrdan xoşunuz gəldisə, növbəti teatra bilet alaraq baxa bilərsiniz. Özünüzə yaxşı baxmazsınız da onu da özünüz bilərsiniz.